Ukraynalı general Mikhailo Drapıtı cəbhə xəttində vəziyyəti sabitləşdirdikdən sonra ən kritik cəbhə sektoru olan Pokrovskda döyüşün gedişatını dəyişən həlledici əks hücumlara zəmin yaratmağı bacardı. Euromaydan press media orqanı xəbər verir. Drapıtı Rusiyanın logistikasına qarşı intensiv kampaniya apararaq onların təchizat yollarını ölüm tələsinə çevirdi və irəliləyişlərini ciddi şəkildə yavaşlatdı. O, briqadaları cəbhə xəttindən çıxararaq təcrübəli döyüşçülərlə mövqeləri gücləndirdi və koordinasiyanı yaxşılaşdırdı. Bu da Ukrayna qüvvələrinə yeni müdafiə xətləri qurmağa və onları qorumağa imkan verdi. Bu müdafiələr sayəsində Rusiya qüvvələri heç bir yerdə əhəmiyyətli irəliləyiş əldə edə bilmədi və hər dəfə cəbhə xəttindəki ət-dəyirmanı hücumlarına insan qüvvəsi itirərək davam etməli oldular. Euromaydan press xəbər verir ki, eyni zamanda Rusiyanın Ukraynalıları kursdan çıxarmaq üçün apardığı əks hücum da tam gücü ilə davam edirdi. Burada ən elit və yaxşı təchiz olunmuş Ukrayna döyüş briqadaları müdafiədə dayanmışdı. Bu Ruslar üçün ən arzu olunmaz vəziyyət idi. Çünki Kursk müdafiəsi Rusiya qüvvələrinə getdikcə daha çox itkilər verdirirdi. Rusiya komandanlığının Pokrovsk cəbhəsinə göndərmək istədiyi ehtiyat qüvvələrinin əhəmiyyətli hissəsi məcburən Kurska yönəldirilirdi. Kursk döyüşlərində Rusiya ordusunun elit hava desant qoşunları və dəniz piyadaları ağır itkilərə məruz qalırdı. Çünki onlar burada 2 qat daha çox itki verirdilər. Yalnız yanvar ayı ərzində 15 mindən çox itki, o cümlədən 7 min ölü. Ehtiyat qüvvələrinin tükənməsi ilə Ruslar Pokrovskda çarəsiz addımlara əl atmağa başladılar. Yaralıları cəbhə xəttinə və ən aktiv hücum əməliyyatlarına yönləndirmək getdikcə daha çox yayılmağa başladı. Vəziyyətin Ukraynanın xeyrinə dəyişdiyini görən Drapıtı Pokrovsk istiqamətində həlledici əks hücumlar üçün hazırlıqlara başlamağı əmr etdi. O, əvvəlki hücumlarından əldə etdiyi dərsləri bu əməliyyata tətbiq etməyi planlaşdırırdı. Euromaydan press xatırladır ki, 2022-ci ildə Xerson əks hücumu zamanı Drapıtı Ukrayna ordusunun əsas irəliləyişinə rəhbərlik edərək Rusların müdafiəsindəki zəif nöqtələri müəyyənləşdirmiş və sürətli zirehli birləşmələrlə düşmən arxasına ani hücumlar təşkil etmişdi. Əskərləri onun liderliyini Xersonun azad edilməsində əsas amillərdən biri kimi qiymətləndirir və o, bu addımları ilə Ukrayna xalqı arasında böyük populyarlıq kazanmışdı. Pokrovskdakı vəziyyəti sabitləşdirdikdən sonra Drapıtı 2025-ci ilin yanvarında komandanlığı ələ alaraq Rusiyanın qərb cinahında əsas zəif nöqtələri müəyyənləşdirdi. Xersonda olduğu kimi o geniş miqyaslı logistik hücumlara əmr etdi, lakin bu dəfə böyük həcmdə pilotsuz uçuş aparatlarından istifadə etdi. Bu səbəbdən Rusiyanın təchizat xətləri iflasa uğradı və Ruslar getdikcə atlardan, ulaqlardan və dəvələrdən istifadə etməyə, hətta əskərləri qaçmalarının qarşısını almaq üçün bir-birinə qandallamağa, döyüşçüləri kiçik yük maşınlarına dolduraraq davamlı hücum etməyə məcbur oldular.